Samirra, İmam Hadi əleyhissalam və İmam Həsən Əskəri əleyhissalamın müqəddəs hərəmlərinin tarixi. İmam Muhammed Hadi əleyhissalam Abbasi xəlifəsi Əl-Mütəvəkkil tərəfindən Mədinədən Samirraya çağırıldıqdan sonra orada məşhurlaşdı. İmama bildirilmişdi ki, artıq bu şəhəri bir daha tərk edə bilməz. Həmin zaman Samirra şəhəri həm hərbi qərargah, həm də Abbasilər dövlətinin paytaxtı idi. İmam Hadi əleyhissalam Samirraya çatdıqda Dəlil ibn Yaqub adlı bir xristiyanın evini satın aldı və ailəsi ilə birlikdə orada yaşamağa başladı. O dövrdə heç kim bilmirdi ki, bu hadisə Samirra şəhərinin tarixində dönüş nöqtəsi olacaq və şəhərin müqəddəs simvoluna çevrilərək taleyini dəyişdirəcək. İmam Hadi əleyhissalam bu evdə ümumilikdə 18 il yaşadı. Abbasi xəlifəsi Əl-Mötəzin verdiyi zəhər nəticəsində 42 yaşında şəhadətə çatdı. İmam Hadi əleyhissalam şəhadətindən sonra öz evinin həyətində otaqların birində dəfn edildi. Oğlu İmam Həsən Əskəri əleyhissalam isə təqribən 4 yaşında ikən atası ilə birlikdə Samirraya gəlmişdi. O da bu evdə təqribən 23 il bir neçə ay yaşamışdı. Atasının vəfat etdiyi zaman İmam Həsən Əskəri əleyhissalamın 22 yaşı var idi. İmam Həsən Əskəri əleyhissalam Abbasi xəlifəsi Əl-Mötəmidin verdiyi zəhər nəticəsində 27 yaşında şəhadəti çatdı və atasının yanında eyni otaqda dəfn olundu. Bu evdə İmam Həsən Əskəri əleyhissalamın xanımı Nərcis xanım İmam Mehdi Əcəlallahu Fərəcəhi dünyaya gətirmişdi. Xanım Nərcis də İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən bir müddət sonra dünyasını dəyişdi və iki imamın məzarının bir qədər arxasında dəfn edildi. Bir müddət sonra İmam Cavad əleyhissalamın qızı İmam Hadi əleyhissalamın bacısı xanım Həkimə vəfat etdi və qardaşı İmam Hadi əleyhissalamın yanında dəfn olundu. Bu yerdə Əhl-i-Beytin nəcib qadınlarından xanım Süsən, İmam Həsən Əskəri əleyhissalamın anası Hadisə və İmam Hadi əleyhissalamın oğlu Hüseyn və İmam Cavad əleyhissalamın oğlu Tövbə də bu evdə imamların yaxınlığında dəfn edildilər. Hicri 280-ci ildə Abbasi xəlifəsi Əl-Mötəmid İmam Mehdi Əcəlallahu Fərəcəni həbs edib Bağdada aparmaq üçün xüsusi dəstə göndərdi. Həmin vaxtlarda Samirra şəhəri paytaxt statusundan çıxmışdı və Abbasilər paytaxtı Bağdada köçürmüşdü. Bu zaman imam möcüzə ilə onların hücumundan qurtulmuşdu. İmam Zaman əleyhissalam gizli yaşadığı yer yalnız 4 naibi istisna olmaqla heç kimə məlum deyildi. Bu hadisədən sonra ev canlı sakinlərdən boş qaldı və Hicri 289-cu il Mötəmidin ölümünə qədər bağlı qapılar arxasında qaldı. Mötəmidin ölümündən sonra İmam Hadi əleyhissalam və İmam Həsən Əskəri əleyhissalamın dəfn olunduğu evin divarına kiçik bir pəncərə düzəldildi. Bu pəncərə